Salyanın keçmiş icra başçısının oğlunun adına Rumuniyada 40 villa aşkara çıxıb. Bu barədə elə xarici medialar yazıb. Xarici medialara istinadən başlanğıcda Azərbaycanın əldə qayırma saytları da bu xəbəri tirajladılar. Daha bilmədilər ki, bu məsələnin əsli kökü prezidentin ailəsinə gedib çıxır. Yuxarıdan Hikmət Hacıyev səviyyəsində həmən saytlara tapşırıq gəldi ki, bunları dayandırın və bəzi saytlardan bu xəbər də silindi. Niyə? Çünki həmən 40 villanın, həmçində Rumıniyanın Buxarest şəhərində olan bəzi əmlakların prezidentin qızları Leyla və Arzu Aliyevaya məxsus olduğu ortaya çıxıb. Dediyim kimi, dəhşət söhbət var. Videonu xahiş edirəm sona qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Əvvəlcə başlayaq bundan. Deməli, Salyan rayonunun keçmiş icra başçısı var idi. Bax o, hansı ki, gəncləri yığmışdı, əllərində gül. Bu icra başçısı da həmən güllərin altından keçirdi. Bax, o icra başçısının oğlu Ümid Əbuzərli, bu icra başçısının əslində familiyası Kərimov idi. Deməli, və Tahir Kərimov. Tahir Kərimovun oğludur Ümid Əbuzərli. Familiyasını, nəslini, kökünü görün, dəyişdirir ki, rəsmən bilinməsin ki, atası icra başçısıdır. Və ümumiyyətlə də prezident ailəsindən bizneslərinin əlaqəli olmasını da beləcə gizlətməyə çalışıb ki, heç atasını tapmasınlar, atasının kim olduğunu tapmasalar, heç bunun siyasi bir şəxs olduğunu da bilməzlər, prezidentin ailəsində gedib çıxa bilməz. Amma sən saydığını say, gör, jurnalistlər nə sayır, aşkara çıxardırlar. Deməli, Ümid Əbuzərli, icra başçısının oğlu Rumuniyada 40 villa alıb, Rumuniyanın profit.ro saytı bu barədə yazıb. O, bu əmlakı 2022-ci ildə Memar Kapital şirkəti vasitəsilə əldə edib. Qulaq asın, bu onun deyil. Bildiyim kimi, prezidentin ailəsinindir. İndi necə o ailəyə gedib çıxdığını da sizə göstərəcəm. 2024-cü ildə Ümid Əbuzərli Memar Kapital şirkətini Dubayda qeydiyyatdan keçən və özünün də nümayəndəsi olduğu offshore Rock Global şirkətinə satıb. Əvvəllər YAP Gənclər Təşkilatının koordinatoru, daha sonra isə Diaspora Komitəsində departament rəhbəri olan Ümid Əbuzərli Kərimov isə hazırda Üzgüçülük Federasiyasının vitse-prezidentidir. Onun atası Tahir Kərimovun Salyanın icra başçısı olduğu dövrdə şagirdlərin tutduğu gül çələnginin altından keçərkən çəkilən fotosu da sosial şəbəkələrdə yayılmışdı. Ekranda da onu görürsünüz. Atasından sonra Rumıniya mediasında daşınmaz əmlak biznesi ilə gündəmə gələn Ümid Əbuzərli biznesinin mənbəyi ilə bağlı açıqlama verməyibdir. Ailəmizin bugün sahib olduğu hər nə varsa, hamısı bu hökumətə və cənab prezidentimizə borcluyum. Mən artıq 25 ildir Rumuniyada da yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq, deyə Ümid Əbuzərli Azərbaycanda dediyim əldə qayırma saytlara açıqlama verib. Ümid Əbuzərli ailəsinin Rumuniyada bizneslə məşğul olan yeganə üzvü deyil. Onun qardaşı Həmzə Kərimov Azərbaycan Dövlət Neft şirkətinin Rumuniyadakı törəmə şirkəti olan Sokar Petroleum SA-in keçmiş direktoru olub. Digər qardaşı Tural Kərimov isə Rumuniyada Red Circle daşınmaz əmlak qrupuna koordinasiya edir. Hansı ki, bu Tural Kərimov Rumuniyada bir neçə il öncə məhz neft qaçaqmalçılığı və dələduzluğuna görə həbs olunmuş bir şəxsdir. Sonradan Azərbaycan dövlət səviyyəsində müdaxilə olundu və Tural Kərimov Rumuniyada həbsdən azad edildi. Deməli, villaların aid olduğu Memar Kapital şirkəti olan Rock Global'ın ortaqlarından biri Azərbaycan prezidentinin yanında qiymətli kağızlar üzrə Dövlət Komitəsinin
borc öhdəlikləri bazarının tənzimlənməsi şöbəsinin keçmiş müdiri Cavid Qarayevdir. O hazırda Bakı Olimpik Stadionunun baş direktorudur. İndi də keçək bu icra başçısının uşaqlarının Prezident İlham Əliyevin uşaqlarına işləməsi. Əbuzərli özü də hökumətin saytlarının açıqlamasında dedi ki, bizim nəyimiz varsa cənab prezidentə borcluyuq, bu hökumətindir, onlarındır. Özləri də belə dolayı yolla sübut etdilər, dilə gətirdilər, etiraf etdilər. İndi isə gəlin sübut tərəfinə. Deməli, 2024-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə yerləşən və 7 milyon avro dəyərində olan 7 mərtəbəli ofis kompleksi iki tanınmış Azərbaycanlı ailə arasında əl dəyişdirib. İcra başçılarının ailəsi və Əliyevlər ailəsi. Rumıniyanın Profit.ro saytı yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaya məxsus olan Bravo Supermarketlər şəbəkəsinin marketinq direktoru Aynura Seyidova bu binanı Salyanın keçmiş icra başçısının oğlu Həmzə Kərimov və Ləman Kərimovaya məxsus Globinvest Finans şirkətinə ötürübdür, əl dəyişdiribdir. Yəni, prezidentin qızlarının şirkəti olan Bravo'nun işçisi, yəni Leyla və Arzu Əliyevalar bu 7 milyon dəyərində olan ofis kompleksini keçmiş icra başçısının uşaqlarına ötürübdür. Niyə? Hədiyyə edibdir. İlham Əliyevin ailəsinə məxsus şirkət, binalar, o kiməsə icra başçısına hədiyyə edir. Yox, sadəcə burada əl dəyişdirirlər, ad dəyişdirirlər, bəzi şeyləri öz adlarından çıxardırlar. Yəni, icra başçıların siz haradasa xaricdə əmlakları, binaları, şirkətləri, tək icra başçıların yox, nazirlərin, nə bilim, Bəylər Əyyubovun adına çoxları çıxır. Onların hamısı özlərinə aid deyil. İlham Əliyev, baş baron onlara icazə verərmi ki, öz başına xaricdə bu qədər əmlaklar alsınlar, pulu Azərbaycandan çıxarsınlar, kef sürsünlər xaricdə. Milyonluq yox, 10 milyonluq, 100 milyonluq dəyərə malik olan sərvətləri xaricdə saxlasınlar. Onların olsun. Yox, Azərbaycanın prezident ailəsindir bütün bunlar. Və hamısını da öz ailəsinin adına, qızlarının özünün adına saxlaya bilməz ki, yüzlərlə yox, minlərlə şirkət, əmlak, daşınmaz əmlak, binalar, hər şeylər var, yaxtalar, təyyarələr, nə bilim, bank hesabları. Onların hamısını 2 dənə qızının, bir oğlunun adına saxlaya bilməz ki, və həmçinin də ki, nəvələrin adına saxlaya bilməz ki, bu icra başçılarının uşaqları bəs Əliyev ailəsinin uşaqlarına xidmət edir. Əziz millətim, Azərbaycanın hökumət saytlarında falan da görəndə ki, ay icra başçısının adına xaricdə falan şey çıxdı, ay filan nazirin xaricdə falan şey var, hamısı bilin ki, İlham Əliyevindir. Bunlar isə qəpik quruşa öz adlarında o əmlakları saxlamağa razı olublar, razı ediliblər. Onların başları üçündürmü ki, desin ki, yox, həm də ki, oğurluqda iştirak eləyirlər. Ölkə belə yeyilir, sərvətlər belə dağıdılır. Gözümüzü açalım və bu videonu da bəyənin, paylaşın, bütün Azərbaycan görsün. Sağ olun. Azad sözü izləyin, gerçəklərlə burada tanış olun.